Siz kimdən icazə almışsınız bura girməkdə? Bəli. Kimdən icazə almışsınız? Çünki bəri qardaş. Hara qardaş? Bəli, idarə, Ərazumdan bəri. Yox, biz ora gəlməyə ixtiyarımız yox. Niyə? Bəli. Niyə gəlməyiblər? Bizim çünki çəkilişimiz var, gecikirik. Niyə bizə qarşı belə əsəbisiz? Əsəbi deyil qardaş, sən əraziyə gələndə mənə deməlisən. Yox qardaş, o Mənim ərazimdə çəkiliş yeri mənim xəbərim yox. vətəndaş şikayətindən sonra biz sizi yığmalıyıq. Vətəndaş içib sağa zəng eləyir. Yox, ora vətəndaşın hüququ deyə zəng eləmir. Yox, elə deyil. Sən görürsən ki, o vətəndaş nə tərəfdə, sən gərək onu nəzərə alasan. Yox, Sən elə hər sizin başdan yox, xarab. belə deyim. Səni çağırıb burada nəsə bizimlə bu qədər sərt danışığınız elə deyil qardaş. Mən səninlə sərt danışmıram, mənim danışığım budur. Mənə pis təsir edir ki, hansısa bir belə bir insan sağa zəng eləyir, içib sağa zəng eləyir, gəlib onu mənə deməlisən ki, belə bir adam var da, sən mənim ərazimə girsən. Mənim adım İlhami. İlhami. Bəli, bəli. Hansı mediadır? Mən buraya, bəli. Yox, siz bizim onu çəkməyə ixtiyarınız yoxdur qardaş. Siz mənim səhətimi... Mənim ərazimə gəlib çəkiş edə bilirsən, amma sən özümü vermirsən ki, mən bilim ki, sən kimsən. Mən təqdim edim də sizə vəsiqəmi. Mənim vəsiqəmi, mənim səhətimi siz telefonunda elə deyil. Yaxşı, çöndər görüm onu. Telefonu yığışdırın, zəhmət olmasa. Yığışdırdım, çöndər görüm. Qardaş, yəni bizim səhətimi siz çəkməyə ixtiyarınız yəni yoxdur, ona görə mən çəkdim. İlhami yaşır. Qardaş, siz... Bir saniyə üzr istəyirəm. Sən bir dənə gedək idarəyə, bu yolun içində olmaz. Söhbət edək görək, nə istəyir, nə demsiz, nədir məsələ, gəl bəri. Yox qardaş, sözünüz varsa gəlin oturun, zəhmət olmasa. Gedək idarəyə, heç kim yoxdur, ikimizik. Mən sizə deyirəm ki, sən belə sərt danışırsınız, o da bizim üçün yəni xoş deyil. Mənim gördüyüm həyat elə olub ki, mənim danışığım budur. Mən sənə... Biz də vətəndaşın ağzını skoşlaya bilmərik, bizim sərayətimiz çatmır ona. Vətəndaş danışır, biz onu çəkirik. Bizim də yəni sizin əqə saxlayacaqdır, yəni 100% ki, vətəndaşın fikri budur. Sizin fikriniz də bu işlə bağlı. Siz də görür bizdən... İdarədə 5 dəqiqə söhbət edək ki, edərsən də, sənə burada nə deyəm?